Cənin belə çıxır ki, heç 10%-ni də cəmiyyətə vermirlər, xalqa vermirlər, təyinatı üzrə xərcləmirlər. Yəni, bu cür dəhşətli bir davranış olarmı? Niyə neft gəlirləri olan bütün ölkələr varlıdır, bütün ölkələr imkanlıdır? Bir Azərbaycan, Nigeriya, bir neçə belə ölkə var ki, acınacaqlı vəziyyətdə yaşayır. Niyə, məsələn, neft gəlirləri olan səhralarda cənnət düzəldə bilir ərəb ölkələri? Amma biz niyə belə gözəl bir təbiəti olan ərazimizdə bu cənnəti düzəldə bilmirik? Niyə Azərbaycan vətəndaşları acınacaqlı vəziyyətdə yaşamalıdır? Xüsusilə kənd rayonlarında çox acınacaqlı vəziyyət var, çox ağır vəziyyət var. Elə mən bugün Beyləqan rayonundan gələn bir müsavatçı dostumuzla Beyləqanda olan vəziyyətlə bağlı söhbət elədim. O bildirir ki, deyir, bütün mağazalarda ancaq böyük dəftərlər var ki, adamlar orada borc yazdırırlar, nisyə ərzaq götürürlər. Bir bazarlar bomboşdur, heç kəs heç nə almır, paltar almırlar, ayaqqabı almırlar, palto almırlar. Ancaq ərzağa pul xərcləyirlər, yəni məcburdurlar ki, bu ərzaq alsınlar və ərzaq almağa da pulları çatmadığı üçün kimi pensiya kartını mağazaya qoyub, ərzaq dükanına qoyub, nə bilim, kimi əmək haqqı kartını, kimi əlilik kartını ki, ayın axırında bu kartdan bu pulları çıxararsınız və ya dəftərə sadəcə adlarını yazırlar ki, oğlum Rusiyadan gələcək, xaricdən kimsə göndərəcək, nə bilim, hansısa nəyimsə satacaqam, onda pul olacaq, sənin ərzaq üçün verdiyin pulu ödəyəcəm. Azərbaycan belə yaşamalı olan ölkə deyil axı. Azərbaycanın gəlirləri o qədərdir ki, Azərbaycanda ümumiyyətlə elə deyildiyi kimi həqiqətən yoxsul adam olmamalıdır. Deyirlər, yoxsul adam yoxdur, yoxsulluq mövcud deyil. Məsələn, zibilliyə zibil atırlarsa o deməkdir ki, adamlar nəyisə yeyirlər ki, ora zibilliyə zibil də atırlar deyə bu cür absurd fikirlər səsləndirirlər. Amma həqiqətən də Azərbaycan xalqı yoxsul olmamalıdır. Azərbaycan xalqı niyə yoxsul olmalıdır ki, Azərbaycanda bu qədər gəlirlər var? Azərbaycanın təkcə neft gəlirlərinə, təkcə qaz gəlirlərindən söhbət getmir. Azərbaycanın digər sərvətləri mövcuddur. Azərbaycanın ən böyük sərvəti elə Azərbaycan xalqıdır, Azərbaycan insanıdır ki, zəhmətkeş adamdır, çalışır, öz həyatını qurmağa çalışır, övladının həyatını qurmağa çalışır. Azərbaycan əhalilərinin 90%-i istəyir ki, onların övladları yaxşı orta məktəb təhsili alsınlar, yaxşı, az-çox savadları varsa ali təhsil alsınlar, ali təhsil almaq imkanları yoxsa, heç olmasa texnikum təhsil alsınlar, hansısa bir savada nail olsunlar, hansısa bir sənəti öyrənsinlər, haradasa bir işə düzəlsinlər, evlənsinlər, bir evləri olsun. Bütün bunları Azərbaycan xalqı öz övladları üçün eləyir. Bir daim tikinti ilə məşğuldur, daim abadlıq işi yaratmaqla məşğuldur, daim sonraki nəsillərin, övladlarının, yaxınlarının taleyi barədə düşünməklə məşğul olan bir zəhmətkeş xalqımız var bizim. Yəni, bunlar hamısı bizim sərvətlərimizdir və bunun nəticəsində biz dünyanın ən varlı dövlətləri kimi yaşamalıyıq. Ancaq təəssüf ki, Azərbaycanda olan korrupsiyanın miqyası o dərəcədə dəhşətli bir səviyyəyə yüksəlib ki, yəni, tarixdə görünməmiş bir korrupsiya var. Məsələn, Sovet SSR-də də korrupsiya var idi. Avropa ölkələrində də korrupsiya var, İranda da korrupsiya var, Türkiyədə də korrupsiya var. Elə inkişaf eləmiş bəzi ölkələr var ki, orada da korrupsiya var. Amma bu səviyyədə korrupsiya, hər tərəfi bürüyən korrupsiya. Məsələn, Türkiyədə orduda korrupsiya yoxdur. Təhsildə korrupsiya yoxdur. Yəni, hamı bilir, hamı da bunu deyir. Heç kəs də demir ki, məsələn, orduda korrupsiya, orduda rüşvət alır. Mümkün olmayan bir şeydir. Amma Azərbaycanda elə bir sahə varmı ki, orada korrupsiya olmasın, orada rüşvətxorluq olmasın, orada proteksiya olmasın, orada qohumbazlıq, yerli bazlıq siyasəti yürüdülməsin, orada büdcə talanmasın, orada dövlət malının oğurlanması qəbahət yox, hünər sayılmayan bir sahə mi qalıbdır Azərbaycanda? Yəni, bütün bu vəziyyəti dəyişdirmək lazımdır, vəziyyət dəyişməlidir. Və bu cür davranış nəticəsində biz nəinki Yuxarı Qarabağda, bütövlükdə Azərbaycanın heç bir yerində bir xoşbəxt cəmiyyətin yaranmasına nail ola bilmərik. Bu nəhayət dərk edilməlidir, anlanmalıdır. Yəni, 5-10 nəfərin xoşbəxtliyi, 500 nəfərin, 5000 nəfərin xoşbəxtliyi naminə 10 milyon xalqın acınacaqlı vəziyyətdə yaşamasına imkan vermək olmaz və əgər sənin xoşbəxtliyin hesabına milyonlarla adam bədbəxt vəziyyətə düşübsə, acınacaqlı vəziyyətdə yaşayırsa, sən də özünü xoşbəxt hesab edə bilməzsən. Xoşbəxt hesab etməməlisən, çünki başqalarının bədbəxtliyi, başqalarının yoxsulluğu üzərində varlılıq yoxdur. Başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik yoxdur və Azərbaycanda hakimiyyətdə olan qüvvə bunu başa